Salam, axşamınız xeyir. Məndən arxada NATO baş qərargahının binasını görürsünüz. Bu qərargah məhz 1966-cı ildə Fransa prezidenti Charles de Gaulle'un qətiyyəti, öz ölkəsinin maraqlarını və suverenliyini hər şeydən üstün tutması səbəbindən bugün burada Brüssel yaxınlığında yerləşir. Müasir günlərimizdə də, müasir dövrümüzdə də NATOya qarşı Fransada çağırışlar mövcuddur. Ölkənin Milli Assambleyasının sədr müavini Clémence Get bəyan edib ki, Fransanın NATOdan çıxması ilə bağlı qətnamə layihəsi artıq parlamentə təqdim edilib. Səbəb də elə 60 il əvvəlki səbəbdir. Amerika Birləşmiş Ştatlarının təşkilatdakı dominantlığı və alyansı öz maraqları istiqamətində yönləndirilməsi. Fransa dövlət rəsmisi həm də açıqlamasında Amerika Birləşmiş Ştatlarına qarşı bəzi fikirlər səsləndirib. O bildirib ki, Venezuela prezidenti Maduroya qarşı keçirilmiş əməliyyat, eləcə də Qrenlandiyaya qarşı səsləndirilən ərazi iddiaları heç bir hüquqi çərçivəyə və heç bir beynəlxalq hüquq normasına sığmır və müttəfiqlik prinsiplərinə də ziddir. Ona görə də 1966-cı ildəki vəziyyətlə hazırki vəziyyət arasında paralellərin aparılması məntiqlidir, amma bir faktı göz ardı edə bilmərik. Bu da ondan ibarətdir ki, 1966-cı ildə Fransanın başında Charles de Gaulle kimi böyük şəxsiyyət dayanırdı, amma müasir Fransanın kim və yaxud da kimlər tərəfindən idarə edildiyi hər kəsə məlumdur. Son bir ildə 4 dəfə hökuməti istifaya göndərən, aylardır müzakirə aparsalar da dövlət büdcəsi haqqında qanun layihəsini qəbul edə bilməyən bir hakimiyyətin NATOdan çıxmaq kimi talih yüklü bir qərar qəbul etməsi, ən azından yaxın gələcəkdə belə bir qərar qəbul etməsi o qədər də inandırıcı görünmür. Sonda diqqətinizə çatdırım ki, Fransanın NATOnun komandanlıq strukturundan uzaqlaşması tarixdə heç də yeganə fakt olmayıb. 1974-cü ildə Türkiyə tarixə həm də Ayşə tətilə çıxsın cümləsi ilə həkk olunmuş barış hərəkatı ilə Kiprin şimalına nəzarəti ələ keçirməsindən sonra Yunanistan da NATOya etiraz olaraq, NATOnun Türkiyəyə qarşı addımlar atmamasına etiraz olaraq NATO komandanlıq strukturunu tərk etmişdir. 1974-cü ildə və 1980-ci ildə yenidən onlar geri qayıtmışlar. Yeri gəlmişkən Fransada uzun bir müddət sonra 2009-cu ildə məhz Nicolas Sarkozy'nin prezidentliyi dövründə yenidən NATO komandanlıq strukturuna geri qayıtmışdır. Brüsseli yaxınlığından NATOnun baş ofisinin, baş qərargahının qarşısından çatdıracaqlarımız bunlardan ibarət idi. Söz sizdə.